Köynələr. Dünən həmən bu yerdə bir çəkiliş apardım. Yəni böyük bir yol çəkmə avadanlığının nəqli haqqında. İndi sual yaranar ki, həmən bu çəkiliş nə üçündür? Yəni çoxunuz tam da haqlı deyəcəksiniz ki, pes o boyda, yəni avadanlığı başqa cür necə nəql etmək mümkündür. İnandırım sizi bunun yolları var. Məsələn, gəlin bax biraz faktla yanaşaq. Həmən avadanlığın nəqli nəyə gətirib çıxartdı? Bir, özünüz gördünüz də, yəni bir sıra həttə olan avtobuslar, yəni ictimai nəqliyyat dayandı. Yəni onların hərəkəti dayandı. Bu da o deməkdir ki, tam şəkildə onların günlük, yəni qrafiklə bu əməlli başlı təzyiq etdi. 2. Yollarımız müəyyən zədə aldı. Düzdür? Yəni bundan sonra hər hansısa bir təmirə ehtiyacları var. Bu da bunu göstərir hamısı ki, yəni həmən o tip nəql vasitələri, həmən o tip olan avadanlıq, yol çəkmədə istifadə olunan avadanlıqlar bu elə-belə olmur. Bu ya hansısa bir padriatçı şirkətə məxsusdur, hansı ki dövlət üçün bu işi görür, ya da birbaşa dövlətin özünə. Bu o deməkdir ki, yəni müəyyən dövlət qurumlar arasında, yaxud həmən o subkontraktor, padriatçı şirkətlər arasında sadəcə olaraq əlaqə yoxdur, kommunikasiya yoxdur. Yəni, məsələn, Bakı Nəqliyyat Agentliyi ilə həmən təşkilat hansı ki bu işi aparır, ertədən əlaqə saxlasaydı, həmən o avtobuslar var, görürsə arxada keçir, yəni o müddət üçün başqa bir marşrutlar seçərdi, başqa bir istiqamətə yönləndirərdilər həmən o avtobusları. Bu da içində oturan cəmaatın narazıçılığına səbəb olmazdı. Digər məsələ, həmən o böyük, özünüz gördünüz də, o tipli təkərləri olan, bilmirəm Azərbaycanca ona nə deyirlər, trak deyək də, trak vasitəsilə hərəkət edənlər üçün xüsusi bir qurğular var, hansı ki onun üstünə salınır və o, yəni asfalt örtülüyünü heç cür zədələmir. Üçüncüsü də ki, ən aşağısı həmən bu əməliyyatı gecə eləmək olar idi. Yəni mən burada o videonu çəkməklə sadəcə olaraq vəziyyətin düzəlməyini istəyirəm ki, hamıya rahat olsun. Özünüz görürsünüz ki, hələ müəyyən onun həlli yolları haqqında da danışıram. Əgər siz də bunun nəsə bir həlli yollarını, başqa cür alternativ bilirsinizsə, xahiş edirəm, bölüşün, paylaşın, kommentari bölgəsində bu barədə yazın. Bu Bakı şəhəri hamımızın şəhərimizdir, hamımızın Bakı şəhərin sakinləriyik. Gəlin elə eləyək ki, bizim hamımızın işi yaxşı olsun, düz olsun. Birisiz nəsə bir şəhər üçün, cəmiyyət üçün, xeyir eləmək üçün, xeyirli iş görmək üçün bunun üçün mütləq vəzifəli şəxs olmaq lazım deyil. Yəni millət vəkili olmaq lazım deyil. Sadəcə elə sizin, bizim bax bu cürlə biganə qalmamağımıza görə inandırım sizi, biz də müəyyən işlər görməyə qadirik. Bu qədər qəlbdən qəlbə. Bu inşaat universitetinin qabağıdır. Görürsünüz də, hal-hazırda, baxın, buradan yolu bağlanır, əməlli başlı, gördüyünüz kimi. Görürsünüz, avtobuslar dayanıblar. Burada bu cürlə bir qurğunu çıxardırlar ki, bu arxada yerləşən avtomobil vasitəsilə nəql eləsin.